Mövcud qanunvericiliyə görə orta məktəb bitirib 18 yaşına çatan oğlanlar ali məktəbə əyani şəkildə qəbul olmadıqda birbaşa hərbi xidmətə çağırılırlar. Qiyabi oxuyanlara, kollec və ya peşə məktəbində təhsil alanlara əskərlikdən möhlət hüququnun verilməməsi minlərlə tələbəni çətin vəziyyətdə qoyur. Qayıtdıqdan sonra mən təhsilə davam etdirməyi dayandıra bilərəm. Çünki əskərlikdən qayıtdıqdan sonra çox oğlan işləməyə gedir. Təhsil artıq qıraqda qalır və biz də istəyirik ki, bizə möhlət verilsin. Ekspertlər bildirir ki, bu şəxslərin hərbi xidmətə aparılması ailələr üçün maddi-mənəvi zərbə olmaqla yanaşı, həm də fərdin özünün xidmətdən sonra təhsil sisteminə uyğunlaşmasına çətinlik yaradır. Yeni nəsildən təhsil almaq məcburiyyətinə qalırlar. Bu müəyyən qədər diskomfort yaradır. İkinci növbədə həmin şəxslər artıq mövcud tədris olunan proqramlardan tamamilə 1-6 ay uzaq düşdükləri üçün yenidən uyğunlaşmaları müəyyən bir dövr tələb edir, zaman tələb edir və onlara təəssüflər olsun ki, bu zaman çərçivəsində bəzi halda ümumiyyətlə qoşulmurlar artıq prosesə imtina edirlər və ya da qoşulurlarsa da onların təhsil göstəriciləri olduqca aşağı düşür. Və bu da o deməkdir ki, biz həmin istiqamətlər üzrə əmək bazarına ixtisaslı və peşəkar kadr çıxarmaqla bağlı çətinliklə üzləşirik. Bu hal müxtəlif sahələrdə kadr çatışmazlığına da gətirib çıxarır. Texniki peşə məktəblərində qəbul olunmuş gənclərin əskərliyə aparılması, təhsilini bitirmədən əskərliyə çağırılması onların peşəkar fəaliyyətində müəyyən əngəllər yaradır. Nəticə etibarilə gələcəkdə iqtisadiyyatda müəyyən ixtisasların çatışmamazlığı ilə, müəyyən iş yerlərində boşluqların yaranması ilə müşahidə olunur. Məsələnin digər tərəfi isə ordunun peşəkar kadr potensialıdır. Təhsilin yarımçıq kəsilməsi təkcə gəncin gələcəyinə deyil, həm də xidmət dövründə ordunun keyfiyyət tərkibinə mənfi təsir göstərir. Bəzi yanaşmalara görə tələbələrə möhlət verilməsi ordunun say tərkibində azalma yarada bilər. Lakin mütəxəssislər əsas diqqəti saydan çox hazırlıqlı kadr potensialına yönəltməyin vacibliyini vurğulayırlar. İndi siz təsəvvür edin ki, əskər təhsilli vəziyyətində tutalım ki, universiteti bitirib və yaxud da ki, kolleci bitirib gedib xidmətə o daha effektli və bacarıqlı xidmətini davam etdirə bilir. Onlar hətta müasir dövrümüzə aid olan, istər orada kompüter səviyyəsi olsun, istər digər sahələrdə olsun, texniki sahələrdə olsun, təhsil alıbdır, bu təcrübə toplayıbdır və orduda da çox böyük bir, belə deyək də, dəstək olur və köməkləri böyük olur. Dünya təcrübəsi göstərir ki, bir çox ölkələr, xüsusilə Avropa ölkələri artıq peşəkar və ya yarı peşəkar ordu modelinə keçiblər. Bu sistemdə hərbi xidmət sadəcə vətəndaşlıq borcu deyil, həm də bir peşə, rəsmi iş yeri hesab olunur. Vətəndaşlar ordu ilə 3 ildən 5 ilə qədər, bəzən isə daha uzun müddətli müqavilələr bağlayaraq xidmətlərini peşəkar əsaslarla davam etdirirlər. İkili peşə olması